Salam əziz izləyicilər, bizim kanala xoş gəlmisiniz. Bugün biz Buddizm haqqında söz açacağıq. Əgər Buddizmin təlimləri, tarixi və ya təcrübələri ilə maraqlanırsınızsa, deməli doğru yerdəsiniz. Buddizm sadəcə bir din deyil, kamilliyi, mərhəməti və anlayışı vurğulayan həyat tərzidir. 2500 il əvvəl qədim Hindistanda yaranan bu həyat fəlsəfəsi bütün dünyada milyonlarla insanı ilhamlandırmışdır. Bu videoda biz sonralar Budda kimi tanınan Siddhartha Gautama'nın həyatı, 4 nəcib həqiqət, 8 qatlı yol və Buddizmin həyata baxışı və fəlsəfəsini araşdıracağıq. Beləliklə yerinizi rahatlayın və Buddizmin müdrikliyini və bugün həyatımızı necə zənginləşdirə biləcəyini araşdıraq. Əvvəlcə gəlin Buddizmin əsasını qoyan Buddanın həyat hekayəsi ilə tanış olaq. Gautama Siddhartha eramızdan əvvəl 6-cı və 4-cü əsrlər arasında Nepalın Himalay ətəklərində varlı bir padşahın ailəsinin anadan olmuşdur. Siddhartha hələ körpə olarkən onun ya hökmdar, ya da müqəddəs bir insan olacağı haqqında bir öncəgörənlik verilmişdir. Gautama Siddhartha'nın atası oğlunu bir hökmdar kimi görmək istəyirdi və o, sarayda onu xarici dünyadan ayırmağa qərar verdi. Gənc Siddhartha cah-calal içində inanılmaz dərəcədə qayğısız bir həyat yaşayırdı. O ehtiyacın nə olduğunu bilmir, bütün günlərini hər cür əyləncə ilə keçirirdi. Siddhartha sarayda yaşadığı 29 il ərzində ən kiçik dünyəvi problemlərin nə olduğunu bilmədən xoşbəxt bir həyat yaşayırdı. Lakin bu cür həyat onu bezdirməyə başladı və o atasının saraydan kənara çıxmağa və dünyanı görmək istədiyini bildirdi. Oğlunun bu istəyinə qarşı çıxa bilməyəcəyini anlayan atası gizlicə əyanlarına tapşırmışdı ki, oğlunun gəzintisi zamanı heç bir şey onu kədərləndirməli deyil. Hər şey gözəl və ürəkaçan olmalıydı. Hamı cavan və sağlam görsənməli idi. Lakin gəzinti zamanı cavan şahzadə qəflətən görmədiyi bir şey gördü. Onun qarşısına qoca adamlar çıxmışdı. Gördükləri onu şoka saldı. O heç vaxt qoca insan görməmişdi. Gənc şahzadə dostundan soruşdu. Bu adam niyə belə görsənir? Çünki o qocadır, Əla Həzrət. Qocalıq nədir deyə Siddhartha soruşduqda dostu cavab verdi. Qocalıq elə şeydir ki, insan gözəlliyini, sağlamlığını itirir və bu hər insanın başına gələcək. Bu sözlərdən təsirlənən şahzadə yoluna davam etdi və yol üstü o, ağrılardan əziyyət çəkən xəstə insanla rastlaşdı. Biraz sonra isə o, ölmüş insanı müşayiət edən dəfn mərasimi ilə rastlaşdı. Bu zaman özünün də bu bədbəxt insanların vəziyyətinə düşəcəyini və bunun qaçılmaz olduğunu biləndə o heyrətə gəldi. Bir müddət sonra o, dünyanın bütün naz-nemətlərindən imtina edərək həqiqəti axtaran asket insanlarla rastlaşdı. Bu insanlardan ilhamlanan Gautama Siddhartha həyat istirablarının səbəbini və həqiqəti anlamaq üçün hər şeydən imtina edərək asket həyatına qoşulmaq qərarına gəldi. Bu fikir ona rahatlıq vermirdi və beləliklə bir gün o, həyat yoldaşını və yenicə doğulmuş oğlunu tərk edərək gizlicə sarayı tərk etdi. O bütün ömrünü bəşəriyyətə xidmət etməyə qərar verdi. Sarayı tərk edən Siddhartha meşədə yaşayan asketlərə qoşuldu. O, asket yoldaşları ilə meşədə 6 il vaxt keçirtdi. Onlar içmək üçün yağış suyundan istifadə edir, yemək üçün düyü dənlərindən və ya meşədə tapdıqları meyvələrdən istifadə edirdilər. Günün qalan hissəsini meditasiya edir və həyatın mənasını dərk etməyə həsr edirdilər. Meditasiya etməklə onlar istirablardan azad olmaq istəyirdilər. Keçirtdiyi asket həyatı Siddharthanı elə əldən salmışdı ki, o, ölümlə həyat arasında qalmışdı. Bir gün növbəti meditasiya zamanı Siddhartha təsadüfən bir qoca musiqiçinin öz şagirdi ilə söhbətini eşitdi. Müəllim şagirdinə deyirdi, əgər sən simi çox bərk tartsan, o qırılacaq.
və ya simi çox boş buraxsan, o alətdə çala bilməyəcəksən. Bu zaman Siddhartha başa düşdü ki, bu sadə sözlərin arxasında böyük həqiqət var və bütün bu illər zamanı o düzgün yolla getmirdi. Uzun müddət asket həyatı nəticəsində taqətdən düşmüş Siddhartha yerindən duraraq çətinliklə də olsa çaya tərəf getdi. Son 6 il ərzində o ilk dəfə çayda yuyundu. Yaxınlıqdan keçən kəndli qız ona bişmiş düyü təklif etdi. Bu illər ərzində o ilk dəfə normal qidanın dadına baxdı. Bunu görən asketlər Siddharthanın müdrikliyin axtarışına olan ideyalarına xəyanətdə günahlandıraraq onu tərk etdilər. Lakin onlar Siddharthanın yeni anlayışını, yəni orta yolu kəşf etdiyini anlamadılar. Buddizmdə orta yolla getmək ifrata varmadan asketizm və həyatın həzzi arasında qızıl ortanı saxlamaq deməkdir. Ruhani axtarışının ilk dövründə Budda ekstremal formada asket həyat sürürdü və demək olar ki, ölümün bir addımlığındaydı. Lakin sonradan bu yanaşma səhvini başa düşdü. Çünki taqətdən düşmüş bədəni ölsəydi və ya xəstələnsəydi, bu zaman qarşısına qoyduğu məqsədə çata bilməyəcəkdi. Tənha qalan Siddhartha Gautama həqiqət axtarışında səyahətə çıxdı. Nəhayət bir gün o, həqiqəti tapana kimi bir ağacın altında oturaraq meditasiya etməyə and içdi. 49 gün meditasiya etdikdən sonra 36 yaşında Siddhartha Gautama'da oyanış baş verdi. Beləliklə Gautama Siddhartha Budda adını aldı. Budda termini oyanmış və ya nurlanmış mənasını verir və Buddizm kontekstində nurlanmış və oyanmış bütün hikməti və müdrikliyi əldə etmiş şəxsə verilən addır. Bu oyanış nəticəsində Siddhartha insan əzablarının təbiətini və səbəbini, cəhaləti, eləcə də bu səbəbi aradan qaldırmaq üçün lazım olan addımları tam dərk etdi. Bu bilik sonralar 8 qatlı yolu özünə daxil edən 4 nəcib həqiqətdə təqdim olundu. 4 nəcib həqiqət bunlardır. Birinci həqiqət, əzab və istirab mövcuddur. Həyatın əzablarla dolu olduğunu və bu əzabların müxtəlif formalarda, məsələn ağrı, narazılıq və yerinə yetməyən istəklər şəklində ortaya çıxdığını qəbul edir. İkinci həqiqət, əzabın və istirabın bir səbəbi var. Ehtiraslı arzularımız və nəfsimiz. Buraya mənfəət, şöhrət, ləzzət, güc və digər dünyəvi ehtiraslar daxildir. Bu istək və arzular insanda nə qədər çox olarsa, bir o qədər istiraba yaxın olacaq. Üçüncü həqiqət, əzab və istirabı dayandırmaq olar. Əzab və istirabdan qurtarmaq üçün sadəcə olaraq ehtiras və nəfsi özündə yox etmək lazımdır. Lakin bu o demək deyil ki, insanların arzuları olmalı deyil. Təbii ki, arzularsız yaşamaq mümkün deyil. Sadəcə olaraq bu arzuların quluna çevrilmək lazım deyil. Biz sadəcə bu məsələyə yanaşmanı dəyişməliyik. Məsələn, kimsə maşın olmasını və ya varlı olmasını istəyir. Bu istəyə çatmadıqda özünü bədbəxt sayır və istirab çəkir. Ehtiras və nəfsə qalib gələn insan üçün bu bədbəxtlik deyil. Bu malik olduğu hər şeylə qane olur və bu onun xoşbəxt olmasına maneə yaratmır. Dördüncü həqiqət, əzab və istirabları dayandırmaq üçün 8 qatlı yol ilə getmək lazımdır. Bunlar aşağıdakılardır. Düzgün anlayış. Burada reallığın və varlığın həqiqətlərini anlamağa çalışmaq nəzərdə tutulur. Düzgün niyyət. Buddist azadlığa və nirvanaya aparan Buddist yolu ilə getməyə qəti qərar verməlidir. O həm də bütün canlılara qarşı şəfqət və mehribanlığını inkişaf etdirməlidir. Düzgün nitq. Yalandan çəkinmək, doğru söyləmək, doğruya bağlı olmaq, etibarlı olmaq, aldatmamaq, insanların bir-birindən küstürə biləcəyi şeyləri danışmamaq, yəni qeybət etməmək, sərt sözlərdən çəkinmək, nəzakətli olmaq, boş və mənasız sözlərdən çəkinmək. Düzgün əməl. Burada canlıları öldürməkdən çəkinmək, oğruluqdan çəkinmək,
və ailə xəyanətindən çəkinmək nəzərdə tutulur. Düzgün həyat tərzi. Canlı insan və ya heyvan alveri ilə məşğul olmaq, qul alveri, fahişəlik, silah ticarəti, ət istehsalı ilə məşğul olmaq. Çünki ət istehsalı ilə məşğul olmaq canlıları öldürülməsini tələb edir. Alkoqol və narkotik vasitələrin istehsalı, onların ticarəti, aldatma, haqsız və cinayət yolu ilə sərvət toplamaqla bağlı hər hansı fəaliyyət, falçılıq, saxtakarlıq, düzgün səy, müsbət düşüncələri inkişaf etdirmək və mənfi olanları ləğv etmək. Düzgün düşüncə, bədən, hisslər və düşüncələr haqqında şüuru inkişaf etdirmək. Düzgün konsentrasiya, beynin konsentrasiyası və oyanış əldə etmək üçün meditasiya etmək. Budizmdə müdriklik və kamillik qazanılmış vərdiş kimi qəbul edilir. Budizmə görə əzələ məşq etdiyimiz kimi biz də müntəzəm olaraq daxilimizdə nəcib və gözəl fikirləri və duyğuları məşq etdirməliyik. Hər zaman daha da kamil olmağımız haqqında düşünməliyik. Bu vərdişlər insanı mənəvi cəhətdən daha da uca edir və daxilində yaranan pis fikirlərə və istəklərə qalib gəlməyə kömək edir. Sadə misal kimi idmançıları göstərmək olar. Onlar məşq etdikdə daha güclü və dözümlü olurlar. Məşq etmədikdə isə idmançıda bu keyfiyyətlər zəifləyir. Buddanın ölümündən sonra onun davamçıları gələcək nəsillərə meditasiya, şuurluluq və etikanın əsaslarını anlamağa kömək edəcək onun sutralarını müqəddəs kitablara topladılar. Buddizmin ruhani tərcümələri Asiyada və sonra bütün dünyada geniş yayılmışdır. Buddanın ardıcılları 3 əsas məktəbə bölündü. Bunlar Cənubi-Şərqi Asiyada yayılmış Theravada Buddizm, Çin və Şimal-Şərqi Asiyada yayılmış Mahayana Buddizm və Tibetdə olan Vajrayana Buddizmdir. Lakin bu mövzu daha çox vaxt tələb etdiyindən bu verilişimizdə Buddizmdə olan dini cərəyan və məktəbləri haqqında geniş məlumat verə bilməyəcəyik. Ola bilsin ki, gələcək verilişlərimizdə bu mövzu üzrə ayrıca veriliş hazırladıq. Lakin biz indi Buddizm fəlsəfəsi və dünya görüşü haqqında daha geniş məlumat verməyə çalışacağıq. Orijinal Buddizmdə mistisizm yoxdur. İnsan şuurunu necə işlədiyinə dair məntiq və anlayış var. Buddistlər inanırlar ki, bizim Allah dediyimiz potensial mütləq və ali həqiqət hər bir insanın daxilindədir. Onlar bu həqiqəti anlamaq və ona yaxın olmaq üçün mənəviyyətin və kamilin ucu zirvəsinə çatmalıdırlar. Buddizm həyat fəlsəfəsində digər adı reinkarnasiya olan yenidən doğuluş və karma anlayışları var. Gəlin bu terminləri izah edək. Yenidən doğuluş o deməkdir ki, Buddistlərə görə insan öləndə heç bir yerdə yoxa çıxmır. Yenidən doğulur və davamlı doğum və ölüm çarxında olur. Və həyatımızda baş verənlər haqqında düşünməyə çox meyilli olmadığına görə bu dövrədən çıxa bilmir. Səbəbsiz olaraq biz yenidən doğulmağa və yenidən ölməyə vadar edən nədir? Bu karmadır və bizim dilimizdə enerjinin saxlanması qanunu. Heç bir şey yoxdan yaranmır və heç nə izsiz yox olmur. Məktəbdə bizə belə öyrədiblər. Hind filosofları əsaslı şəkildə belə bir nəticəyə gəldilər ki, bizim heç bir hərəkətimiz nəticəsiz qalmır. Pis bir şey etdikdə, sonradan cəzadan qaça bilmərik. Yaxşılıq etdikdə, sonra mükafat alırıq. Başqa bir şey odur ki, biz bu dünyada olarkən, adətən öz hərəkətlərimizin səbəb və nəticələrini görmürük və həyatımızda nə baş verdiyini, bəlalarımızın hardan qaynaqlandığını, uğurların niyə baş verdiyini anlamırıq. Buddizm fəlsəfəsinə görə bu çətinliklər və uğurlar bizim öz əməllərimizin nəticəsidir və heç kim ondan uzaqlaşa bilməz. Bütün borcları bir həyatda ödəmək mümkün olmadığından bu dünyadan gedir və yenidən doğuluruq. Yaxşı, hikmət qazanmış şuurunu cəhalət, hərislik və qəzəb zəhərindən azad etmiş insan nələr gözləyir? Burada insan azad olur, bütün karmik borclarını ödəyərək bir daha bu dünyaya qayıtmır. Düzdür, bu iş çox zəhmət və çox vaxt tələb edir. Buddizmdə kimisə təbliğ etmək və ya öz inancına çevirmək adət deyil.
Budistlər heç vaxt dini müharibələr aparmayıblar. Əgər kimsə həqiqəti sizdən fərqli qəbul edirsə, bu onun öz işidir. Burada mübarizə aparacaq heç nə yoxdur. Siz zorla haqlı olduğunuzu digərlərinə sübut edə bilməzsiniz. İnsan hazır olanda özü sual verməyə başlayacaq. Siz fikir vermisinizmi, digər dinlərdən fərqli olaraq Budizmdə missionerlik fəaliyyəti yoxdur. Yəni, heç vaxt hər hansı Budizm üzrə alim və ya din xadimi digər ölkələrdə təbliğatla çıxış etmir. Budizm elm və ya digər dinlərlə mübahisə etmir. Budizm sadəcə onu qəbul etməyə hazır olanlar üçün mövcuddur. Budizmdə möcüzələr göstərmək çox da alqışlanmır. Budistlər çox yaxşı başa düşürlər ki, əsas məsələ kamillik yolunda irəliləməkdir və möcüzələrin nümayişi yalnız diqqəti yayındırır. Bəs Budist şuurun təmizlənməsində nail olmaq və maariflənmək üçün hansı vasitələrdən istifadə edir? Həyatda ən sadə fəzilətlər başqa varlıqlara zərər verməmək, meditasiya və mantraların oxunmasıdır. Mantra nədir? Mantra müqəddəs hesab edilən, yəni xüsusi enerjiya malik olan müəyyən hecaların məcmusudur. Mantralar xüsusi bir şəkildə oxunmalıdır. Belə inanc var ki, mantraları oxuyan zaman bir insan mantranı tələffüz etdikdə şuuru ona cəmlənir və şuurumuzu yayındıran dünyəvi düşüncələrin axınını dayandırır. Mantra sözü sanskrit dilində ağlı qorumaq mənasını verir. Yəni mantra ağlı mənfi düşüncələrdən və diqqəti yayındıran şeylərdən qorumaq rolunu oynayır. Meditasiya həqiqəti sözsüz öz daxilini hiss etmək üçün bədənə və zehnə sakitlik gətirir. Budizmlə meditasiyanın əsas məqsədlərindən biri ziyanlı mənfi fikirlərin idarə olunması və onlardan uzaqlaşmaqdır. Ümumiyyətlə, Budizmin dini cərəyanlarına hərəsinin öz meditasiya texnikası var. Lakin onları ümumiləşdirən əsas cəhət insanın daxili mənəvi dünyasının zənginləşdirilməsidir. Bir qədər də nirvana haqqında danışaq. Sanskrit dilində tərcümədə nirvana sönmək deməkdir. Burada ehtiras və arzuların sönməsi nəzərdə tutulur. Budizmlə nirvanaya çatan insan həyatda olan əzablardan, istəklərdən və yenidən doğulma dövründən tam azad olur. Nirvanaya çatmaq Budist praktikasının ən yüksək məqsədi hesab olunur. Beləliklə, burada Budizm haqqında verilişimizi başa çatdırırıq. Ümid edirəm ki, Budizm haqqında qısa olsa da sizi qane edəcək məlumat verə bildim. Kanala abunə olun ki, növbəti videolarımızı qaçırmayasınız. Sonda isə bu verilişimizi Budizmdən seçilmiş bəzi hikmətli nəsihətləri ilə başa çatdırırıq. Yeni görüşlərədək salamat qalın.